Artık varrovalar töküldü. Bakın 1, 2, 3, 4, 5, 6. Çoxsu da sağdır, hələ ölməyib. 7, 8, 9. Yəni var hələ də. Yəni töküntü var pudra şəkəri ilə. Amma mən 2 gün əvvəl formik asit vermişdim. Demək olar töküntü yox idi. Şəkər pudrası vurduq. İndi baxaq görək nə qədər cənə tökülüb. Baxın, hələ də sağdır. Tərpənir. Baxın, burada hələ də tökülüb, hələ də tökülüb. İndi bu yeşiyin altı açıqdır. Mən bilirəm ki, bunları silkələyəcəm, gedəcək. Amma görəsən, yəni açıq olmayan, altı bağlı olan yeşiklərdə necə? Cənə yenidən yuxarı qalxacaq, yoxsa yox? Bax, onu bilmirəm.